Bu günlərimizə çox şükür. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Qazilərimizi qorusun. Azərbaycan Cənab Prezident İlham Əliyevin sayəsində böyük bir dünyada görünməyən böyük bir qələbəyə imza atdı. Allah dövlətimizi qorusun. Prezidentimizin daimi dayağında olsun. Hər zaman prezidentimizin yanındayıq, dövlətimizin yanındayıq. Biz 1993-cü ildə aprelin ayının hardasa 28-29-u buranı tərk eləmişdi. Mən uşaq idim. 8-ci sinifdə oxuyurdum. Bax, bir de burada yaxında bir nömrəli orta məktəbdə oxumuşuq. Burada böyümüşdük. Bütün bu elindən, obasından olmuş insanları Allah Teala hamısını necə bizi yurdumuza döndərdi, hamısı öz yurduna, öz elinə, obasına dönsün. Biz sevinə-sevinə gəlmişik. Ama gedəndə ağlaya-ağlaya gedirdik. Allah prezidentimizin canını sağ eləsin, yumruğunu daha da qüvvətli eləsin. 33 ildən sonra 76 yaşında, kişi də 82 yaşında, 12 nəvə ilə, 12 nəticə ilə özüm də ki, hələ buradayım, dururam. Gəldim gözəl Kəlbəcərimə. Kəlbəcər də deyəndə deməli Kəlbəcərdir də. Kimin sayəsində? Dəmir yumruğun sayəsində. Bugün Dövlət Suverenliyi günündə, bu tarixi gündə Kəlbəcərimizə köç kərvanı ilə növbəti köç, sayca 3-cü köçlə 29 ailə, 115 nəfər qayıtdı. Onlara birinci yaşayış məhəlləsində yaşayacaqları evlərin mənzillərinin açarları təqdim olundu. Qeyd etməliyəm ki, dayandığımız kompleksdə binalar daimi su, elektrik təchizatı, eyni zamanda yüksək sürətli internetlə təchiz olunub. Həmçinin ərazidə əhalinin vaxtını səmərəli keçirməsi üçün istirahət köşələri, söhbətgahlar, uşaq oyun meydançaları da yer alır. Qeyd etməliyəm ki, son bir ay ərzində 81 ailə olmaqla ümumilikdə 338 nəfər soydaşımız öz doğma yurduna qayıdıb.